İran və İsrail arasındakı gərginlik, müharibə təhlükəsi Azərbaycana ümumilikdə Cənubi Qafqaz regionuna necə təsir edə bilər? Ekspertlərin fikrincə, hərbi münaqişənin daha çox regional, iqtisadi layihələrə mənfi təsir göstərəcəyi bildirilir. Cənubi Qafqazda humanitar böhran yaranması proqnozu da verilib. İranın İsrailə yüzlərlə ballistik zərbələri od içində olan yaxın şərqdəki vəziyyəti daha da alovlandırıb. Tehranla Tel-Əviv münasibətlərindəki gərginlik son dövrün ən yüksək həddinə çatıb. Gərginliyin artacağı halda Azərbaycana təsirinin nə olacağı suallar yaradır. Rəsmi Bakının İsraillə münasibətləri daim isti olub. Xüsusilə hərbi texniki sahədə Azərbaycan-İsrail əməkdaşlığı regional təhlükəsizlikdə mühüm rola malikdir. Eyni zamanda Azərbaycanın İranla da münasibətləri son bir ildə yeni mərhələyə keçib. Bir müddət əvvəl Bakı-Tehran əlaqələrində soyuqluq yaransa da, sonradan bəzi fikir ayrılıqları öz həllini tapıb. Bununla belə Tehrandakı səfirliyimizə hücum edən şəxsə çıxarılan ölüm hökmünün icrası yubadılır. Elə isə İran-İsrail gərginliyi artaraq müharibəyə çevrilərsə, bu Azərbaycana necə təsir göstərə bilər? Bütün münaqişələrin öz mənfi təsirləri var və xüsusilə sərhəddə yerləşən regional dövlətlərə. İrandan deməli milyonlarla soydaşlarımız Azərbaycana gələ bilər. Çünki bu münaqişə əgər davam etsə və bu onun davamlığı deməli daimi xarakter daşısa, əlbəttə ki, miqrasiya problemi yaranacaq mütləq. Ekspertlərin fikrincə gərginliyin alovlanması İran daxilində humanitar böhran yarada bilər. Digər bir problem isə nəqliyyat layihələri ilə bağlıdır. Münaqişənin dərinləşməsi beynəlxalq nəqliyyat tranzit əlaqələrinə ciddi təsir göstərə bilər. Bu da bir neçə il əvvəl Rusiya-Ukrayna müharibəsinin nəticəsində yaranan yük daşıma problemlərini təkrarlaya bilər. Xüsusilə Azərbaycan üçün. Naxçıvanla bizim əlaqələrimiz indiyə kimi İran ərazisi ilə həyata keçirilir. Orada da problemlər yarana bilər. Yəni, bunlar hamısı Azərbaycan üçün təbii risklardır və biz heç də istəməzdik ki, proseslər açıq, toqquşma, müharibə səviyyəsinə gəlib çıxsın. Ona görə ki, indi hansı səviyyədə o toqquşmalar dayana bilər, heç kəs öncədən deyə bilməz. Ona görə təbii narahatıq, vəziyyəti müşahidə edirik. Siyasi analitiklər bildirir ki, İran-İsrail gərginliyi müharibəyə çevrilərsə, bunun Cənubi Qafqaza təsirləri müsbət olmayacaq. Regionda sülh və sabitliyin əbədi olmasına səy göstərən rəsmi Bakı isə müharibə vəziyyətində olan hər iki ölkə ilə normal münasibətlərini nəzərə alaraq neytrallığını qorumağa çalışacaq.